Və sonrakı spikerimizi dəvət eləmək istəyirəm. Saday bəy, buyurun, söz sizindir. Saday məndən əlavə vaxt istəmişdi. Müəllimin 2 dəqiqəsini sizə verə bilərik. Təşəkkür edirəm. Salamlayıram hər kəsi. Şəmsi bəy bayaq mövzuya başlayanda deyib, mənə deyirlər vaxtda imkan verin. Olmaz 10 dəqiqə. Çəkinirik. Sağ olsun. Təşəkkür edirəm yenə. Bazar gününüzü düşünürəm ki, çalışacağıq əlimizdən gəldiyi qədər faydalı eləyək. Ağarəhim bəy mühiti biraz yumşaltdı. Mən sizdən bir balaca daha diqqətli bir mövzuya fokuslanmanızı xahiş edəcəm. Strategiyadan danışacağıq. Hamımızın hər gün dəfələrlə istifadə etdiyimiz, bu qaqaş Morfodur, tanıyırsınız Morpheus. Yaxşı oğlandır, biraz əsəbidir. Amma Matrixə baxanlar bir də onu fəlsəfi sənədli film kimi baxsalar, kinodan fərqli yaxşı dialoqları var. Deməli, strategiya elə bir ifadədir ki, hansı cümləyə qoysaz oranı dəbdəbəli göstərir. Hansı çıxışın içinə yerləşdirsəz, orada bir alov, atəş çıxır ki, bu adam ağıllıdır, strategiya sözündən danışır, çıxış edir. Amma əslində düşündüyümüzdən daha dərindir və biz onun bəlkə də bir hissəsini bilirik. Bəs nədir? Ümumiyyətlə, biznes sadəcə hansısa məhsul və xidməti yaratmaqdan ibarət deyil. Onu uğurlu başa çatdırmaq üçün müxtəlif addımların cəmindən ibarətdir. Nəzəri olaraq da strategiya sözünün ifadəsinə baxsaq, uzun müddətli məqsədlərə çatmaq üçün hazırlanmış hərtərəfli fəaliyyət planıdır. Yəni, nə edəcəyik, necə edəcəyik və hara gedəcəyik? Bu 3 sualın cavabı strategiyanın içindədir. Biraz belə sərt səslənə bilər, amma strategiyası olmayan biznes kör biznesdir. Nə edəcəyini də bilmir. Hətta biznesi qoyun kənara, sizin özünüzün belə marketinq mütəxəssisi kimi, iş adamı kimi, karyeranızda verilən pozisiyada hardan hara gedəcəyinizi bilmirsiniz, körsünüz. Promodiyada pis çıxır, üzr istəyirəm. Amma körük. Nə edəcəyimizi günü qurtarmaq üçün çalışmağa başlayırıq. Belə, ümumiyyətlə, xüsusilə ilkin təşəbbüslərdə, ilkin bazara girimlərdə, yeni biznes qurmaqlarımız ərəfələrində, startaplarda və s. strateji planlaşdırma aktuallaşır. Strateji planlaşdırma aktuallaşanda da sahibkarın, o girişimci dediyimiz şəxsin, Azərbaycanca qarşılığını bilirdim, unutdum. O şəxsin qarşısında 2 sual durur. Hətta o sualı mən sizə də səsləndirim. Gəlin bir balaca kiçik interaktiv edək. Yeni bir bazara girirsiniz, yeni biznes qurursunuz ümumiyyətlə. Qarşınızda 2 bazar çıxacaq. Bazarın biri sabit, amma sıx rəqabətdən ibarətdir. Digəri isə çox da fəaliyyətlərdən ibarət olmayan, amma sizin innovativ həllərinizlə partlada biləcəyiniz bir bazardır. Yeni biznese başlayırsınız, hansına girərsiniz? Birinci nə deyənlər? Əllərinizi görsəm, nə gözəl. İkincini deyənlər? Mükəmməli, hamımız innovativik. Super. Amma biraz məyus eləyəcəm. Orada çox ciddi pullar lazımdır bizə. Birinci variantda sadəcə girirsiniz, çabalarınızla nəsə eləməyə çalışırsınız. İkinci variantda isə innovasiya, elə belə məsələ deyil. İndi dərinliyinə gələcəyik. Amma gözəldir, sevindirici aldı. Bunlar təfərrüatdır. Başa düşəcəksiniz əslində hamısını. Ümumiyyətlə, sonrakı dönəmlərdə bazar rəqabətində, yəni biznes bazara girməmişdən öncə bazar analiz edir hər bir şəxs. Hansı bazarda fəaliyyət göstərir? İndi sizin dediyiniz innovativ həllərlə bazara girmək istəyirsinizsə, sizin üçün rəqib, rəqabət, məhsul, alıcı qorxusu yoxdur. Siz kralsınız, necə deyərlər. Hər şeyi siz yaradacaqsınız. Çünki innovativ həlliniz var. Və bu həlli müştərilərə sunaraq onlara jest edirsiniz ki, bilirsiniz nə var? Həll ilə vermişəm sənə, kef elə, pulunu mənə gətir. Bu lüksdür. Bir də var, birinci variant, hansı ki, oturuşmuş bazardır, rəqabət çox ciddidir, yəni hamı ora girir, orada marjinallıq da azdır, amma üstünlükləri var. Hazır bazardır, hazır alıcıdır, oturuşmuş bir diyaloqlar var, çətinlik yoxdur. O qədər rahatdır ki, hər şey. Və bu 2 bazarı müqayisə eləyən, sonradan ortaya çıxan 2 anlayış oldu. Bunların biri mavi, digəri isə qırmızı okean anlayışlarıdır. Bunu daha öncə 2005-ci ildən əslində bizə məlum olan ifadələrdir biznes sahibkarlığında. Amma ilk dəfə Chen Kim qardaşla bir də Rene Mauber bacı ikisi
bir kitab yazırlar. Bunun adı Mavi Okean strategiyasıdır. Və onun içərisində bu iki ifadənin dərinliyinə qədər gedirlər ki, bu ifadələr nəyi əhatə eləyir? Rənglər isə həm obrazlı, həm emosional ifadəni göstərir. Yəni qırmızı rəng təhlükəni, ciddi rəqabəti və eyni zamanda ə, dərin təhlükələri göstərir. Bu bir növ qırmızının emosiyaya bağlanmasıdır. Bir də mavi, daha avtoritar, daha innovativ, huzurlu və sakit bir rəngin assosiasiya olunmasıdır. Rənglər buradan götürülür. Birinci başlasaq ki, qırmızı okean anlayışından. Baxın, burada görürsünüz, çox qəşəng ifadə edir əslində. Yəni, elə bir bazardasınız ki, burada sizlə bərabər hamı var. Və günümüz sənayelərinin 90%, Azərbaycan bizneslərinin, mən deyərdim ki, 95%-i sektordan asılı olmayaraq hamısı qırmızı okeanda üzür. Burada nədir? Oturuşmuş bazar təcrübəsi var. Coffee shoplar, marketlər, restoranlar, gözəllik salonları, ağlınıza nə gəlirsə. Adı sektorun ağlınıza gələndə ən az 5 brend yadınıza düşürsə, deməli bu sektor qırmızı bazardır. Bu qədər sadə. Və burada üstünlükləri var, mənfi cəhətləri var. Üstünlükləri odur ki, siz bayaq dediniz, orada bir qaqaş əlin qaldırmışdı. Adınızı bilmirəm. Dediyim, mən o qırmızı bazara girərəm. Mən də qırmızı bazara girərəm. Bilirsiniz niyə? Mən sığortaçı adamım. Həyatımı qarantiləməyi sevirəm. Girəcəm o bazara, 2-3 belə fərqlənmə şeylər eləyəcəm, marketoloq yanaşmasıdır. Kampaniya eləyəcəm, bir şey düşünəcəm, məhsulu fərqli sunacam və oturuşmuş bazardakı paydan götürməyə çalışacağam. Bir də var ki, innovasiya ilə əlləşməliyəm, fikirləşməliyəm, araşdırmalıyam. Mən yorur. Şəxsən mənə aiddir. Mən birincini seçirəm. Burada üstünlükləri var. Risklər azdır, bazar oturuşub. Batma ehtimalınız azdır. Maksimum uğursuz olacaqsınız, amma pul itirməyəcəksiniz. Çünki pulla girmirsiniz bu bazara, məhsulla girirsiniz. Məhsulum var, başım var, gəlmişəm. Coffee shoplar, məsələn, bu məntiqdədir. Bazarın habitude, vərdiş elədiyi bir sektora siz də yeni bir oyuncu kimi daxil olursunuz. Mənfi cəhətlərlə danışırıq. Buranın mənfi cəhətləri nədir? Marjinallıq çox aşağıdır. Bir. Rəqabət çox ciddi olduğu üçün burada yeni bir məfhum ortaya çıxır. Dəyər xərc kompromisi. Bu sözü unutmayın. Dəyər xərc kompromisi nədir? Deyir ki, rəqabətin çox olduğu bazarlarda iki şeylə fərqlənə bilərsiniz. Ya məhsulunuz digərlərinkindən fərqli olmalıdır, ya qiymətiniz mübarizəyə uyğun olmalıdır. Rəqabət qabiliyyətli olmalıdır. Qısacası qiymət aşağı olmalıdır, məhsul fərqli olmalıdır. Ya o, ya bu. Bu qırmızı bazarın üstünlüyüdür. Çalışdığınız şirkətləri hər an gözünüzün qabağına gəlsin. Müştərilər necə cəlb etməyə çalışırsınız? Qiymətlə ya məhsulun fərqliliyi ilə. Bütün ehtimalda bu dəyər xərc kompromisi adlanır və bu bazarın ən vacib amilidir. Və bu bazarın digər xüsusiyyətləri nədir? Qaydaları siz yazmırsınız. Yazılmış qaydalarla iştirak edirsiniz. Sərhədləri siz təyin etmirsiniz. Sərhədlər sizdən öncə təyin oldu. İllər əvvəl, 100 illər əvvəl, 1000 illər əvvəl. Siz sadəcə iştirakçısınız. Gəlib orada iştirak edirsiniz. Bazarda uğur qazanmaq bazar payı əldə etməklədir. Başqası uduzmalıdır ki, siz udasınız. Siz X coffee shopun sahibisiniz, restoran yiyəsisiniz, sağlamlıq klinikasısınız. Y-ə gedən daimi bir pasiyent var, onu oradan uğurlayaraq böyüyə bilərsiniz. Ortada gəzən boş adam yoxdur qırmızı bakanda. Bu da önəmlidir. Və bu məhdud imkanlar yaradır təbii ki. Böyümə imkanları məhduddur, innovasiyaya ehtiyac olmur. Çünki ənənəvi biznes olduğu üçün hər kəs digərinin etdiyin izini təkrarlayır. Yəni burada yeniliyə nə hacət var? Yəni hamı kartof satırsa, siz də kartofu qoyacaqsınız, vitrinini biraz qabağa gətirəcəksiniz ki, qoy mən görünüm. Çox bəsit. Marketinq çox bu xərcləri verir burada. İnkişaf yoxdur. Söhbət nədən gedir? İnnovativ həllərə gərək yoxdur. Çünki ənənəvi biznesdir. Pasiv bazardır. Yenə deyirəm, ölkə bazarının 90%-i bunun üzərində işləyir. Xüsusi üstünlükləri var. Daha doğrusu xüsusiyyətləri var. Bayaq dediyim sadəcə bir vizual olaraq özünüz də oxuya bilərsiniz. Və burada dəyər xərc anlayışının iki məfhumunda, o da ifadə tərzi belədir. Deyilir ki, xərc liderliyi və məhsul fərqlənməsi. İki anlayış var. Xərc liderliyi dediyimiz kimi qiymətdir, məhsul fərqlənməsi isə məhsulunuzun özünün fərqlənməsidir. Bu bazarda iki dənə uğur var, başqa yoxdur. Məsələn,
bayaq Ağarəhəm bəyin girdiyi mövzunun bir hissəsi toxunur. Baba, siz aradı. Bura 20 yanvarın çıxışıdır. Əslində 20 yanvarda qalırsınız. Sadəcə bu çıxışdan səhvən çıxsaz ya Xırdalına gedirsiniz ya Sumqayıta. Götürüb aparırlar sizi. Və orada çox ciddi bir hay-küy var da, yəni. Baxın, Qırmızı Bazarın ən gözəl nümunəsidir. Hara getdiyinizi bilmirsiniz, amma onlar bilirlər. Götürürsünüz, aparır Xırdalına. Xırdalındakılar gülür. Yəni, eyni gündəyik, mən də orada qaçıram. Bu belə bir məfhumdur. Siz dəyanətli olmalısınız ki, sizi gedəcəyiniz yerə kimsə dartıb apara bilməsin. Növbəti məfhum isə mavi okean anlayışı. Mavi okean anlayışı isə bunun bir çox izahları var. Rəqabətsiz bazardır, yeni bir bazardır, rəqabət azdır. Və bura necə girilir? Ya bazar üçün innovativ bir həll tapırsınız, ya da biznesdə mövcudsuz təzə bir şey yaradırsınız, yeni bir alıcı kütləsinə çıxırsınız. Bu qədər sadə. Sadə görünməyinə baxmayın, riskləri və resurs tələb etməyi çoxdur. Qırmızı okeanda resurslar məhdud idi, burada məhdudiyyət yoxdur. Burada nədir? Sizdən yaxşı bir research and development, araşdırma və inkişaf tələb olunur. Çox ciddi vəsaitlərinizin böyük hissəsi bura sərf olunur. Yeni qurulan bütün ekosistemlər, yeni qurulan startaplar hamısı mavi okean məntiqlidir. Mavi okean nədir? Mavi çalar zaten boşluğu timsalıdır. Yəni nə deyir? Boş bir bazara girirsiniz və bazarı özünüz yaratmalısınız. Elə bir bazarı yoxdur. Ən mənfi cəhəti budur ki, oturmusunuz evdə, yaxşı pulunuz var, bir iş görmək istəyirsiniz, deyirsiniz ki, innovativ var, bayaq danışdığı innovativ həllimiz var. Hardan başlayaq? Hansı sektorda boşluq görmüsünüzsə, ora həll gətirmək üçün. Birinci ora başlayırsınız araşdırmağa. Pulunuzun böyük bir hissəsi ora gedir. Detaylı bir məlumatınız olmalıdır yeni bir bazara girmək üçün. İkincisi, topladığınız məlumatlarla innovativ həlli formalaşdırmaq. Startapdasa layihədir, biznessə yeni bir işdir. Yəni bunu qurursunuz. Üçüncüsü isə artıq bazarda mövcud olub müştərilər əlinizdə saxlamalısınız. Yeni bazara girmək istəyən, innovativ həllə girmək istəyən bizdə statistika çox oldu. Qlobal bazarda cəmisi 14% insan yeniliyə açıqdır və yenilik etməyə meyillidir. Meyilli deyil bu, reallıq. Hamımız meyilliyik, amma resurslarımız olmalıyıq, imkanlarımız olmalıyıq. 14% insan bunu bacarır. Amma gəlirliliyin 61% orada yatır. Tamam? Ona görə də bacarıqsa oradan girək. Və mavi okean məntiqini yeni bazar yaratma məntiqi ilə də eyniləşdiririk. Onun 4 əsas komponenti var. Bayaq dediyimiz kimi müştərilərin ehtiyaclarını başa düşməliyik. Dərin başa düşməliyik ki, müştəriyə özünü necə dəyərli hiss etdirəcəyik və ona nə həll verəcəyik. Bu birincidir. Yəni, biznesin özəyində müştəri yatır. İkincisi, dəyər innovasiyasıdır. Bundan uzun danışacağam. Bazar analizləri təbii ki, aydın məsələdir. Bir də fərqlənmə strategiyası. Bayaq dediyi məhsul fərqlənir. Burada məhsul fərqlənmir, biznes fərqlənməlidir. Həlliniz, prosesiniz hamısı başqalarından, rəqiblərinizdən fərqli olmalıdır. Dəyər innovasiyası, bayaq dediyi dəyər xərc kompromisi qırmızı okeanın vacib amilidir. Burada isə dəyər innovasiyasıdır. Dəyər innovasiyası nədir? Klassik biznes deyir ki, bazarda uğurlu olmaq istəyirsinizsə, iki şey etməlisiniz. Ya qiymətinizi aşağı çəkməlisiniz, üzr istəyirəm, ya məhsulun keyfiyyətini artırmalısınız. Bunun üçün məhsulu yenilənməlidir, cibinizdən pul xərcləməlisiniz və məhsulun qiyməti artır, avtomatik. Çünki fərqlənmək üçün. Bir də xərcləri aşağı çəkməlisiniz, ikinci variantda. Amma mavi okean məntiqi strategiyası deyir ki, ikisinə də ehtiyac yoxdur. İkisini ayrı-ayrı etməyəcəksiniz, ikisini bir arada etməlisiniz. Siz onsuz da boş bir bazara girirsiniz. Təklif elədiyiniz məhsul həm insanlara faydalı olmalıdır, həm də qiyməti münasib olmalıdır. Və bu da ikinci ən vacib özəllik. Buna dəyər innovasiyası deyirlər. Xərclərinizi aşağı tutursunuz və yeniliyi tətbiq edərək müasir həll. Məsələn, Swatch saatları bahadır bizim üçün, amma premium segment içərisində ən münasib saatdır. Məsələn, İsveçrə saatları içərisində xüsusilə. Niyə? Ucuzu, premium xidməti ucuza verir. Eyni məntiq. Ya da hava yollarına misal göstərə bilərik. Məsələn, avtobusla özünü müqayisə eləyir, sizə ucuz. Ryanair var məsələn. Ryanair nə eləyir? Oturacaq yerinin sayını artırır, qiyməti aşağı salır. Görürsünüz, həll var, oturacaq sayını artırmaq. Sizə nə verir? Qiyməti aşağı salır. Yəni, həll də var, qiymət də münasibdir. Bu da vacib komponentdir. Və burada fəaliyyəti 4 hissəyə bölürük. Dəyər innovasiyasını yaratmaq üçün bu ERRC gedir. Yəni Eliminate, Reduce, Raise və Create. 4 addımdan ibarətdir bu dəyər innovasiyasını yaratmaq.
Mövcud biznesi götürün, 4 addım ora tətbiq eləyin. Eliminate nədir? Oradakı nəyisə aradan qaldırmalısınız. Məsələn, Qırmızı Okeanda bir biznesi götürün, coffee shop'u götürün, dəbdəbəni ortadan götürün, lüksü ortadan götürün. Ehtiyac yoxdur, çünki yeni bazarda rəqibiniz yoxdur. Nəyə bu qədər pux işləmisiniz? Bunu qoyursunuz kənara. Azaltmaq xərcləri. Qırmızı Okeanda marketinq xərcləri həddən artıq çoxdur və xərclənir araşdırmalara və s. Orada o pulu aradan qaldırın. Burada isə tam fərqli istiqamətə yönələcəksiniz. Brend olmağa, positioningə xərcləyəcəksiniz. Yüksəltmək, müştərini dəyərli hiss edəcəyiniz. Yəni burada raise dediyimiz müştərinin dəyərli hiss edəcəyi hissədir. Dəyər innovasiyasının dəyər hissəsidir. Bir də yaratmaq. Tamamilə yeni bir şey olmalıdır. Tamam? Bu da 4 fəaliyyət istiqamətidir. Fərqləri müəyyən qədər izah elədik, buna gərək də yoxdur. Və misallara gələ bilərik. Ümumiyyətlə, belə hamıda bir sual yarana bilər ki, mən biznesin başındayam və mənim öz biznesimə və yaxud öz niyyətimə uyğun strategiyanı necə seçə bilərəm? Burada 2 dənə gözəl ifadə var. Gözəl dediyim qəlizdir. Yaddaşımda biraz zorla saxlamışam. Deyir ki, disruptive innovation, bir də sustaining innovation. Yəni dəstəkləyici innovasiya və dağıdıcı innovasiya var. Ənənəvi innovasiya nədir? Məhsulu yaxşılaşdır, bazarda fəaliyyətini davam elətdir, qiymət də yaxşı olsun, məhsul da yaxşı olsun. Burada elə deyil. Dəstəkləyici innovasiya Qırmızı Okeanı məntiqinə uyğun gəlir. Nədir? Əgər siz bazara girib belə xudmani, pulumu qazanım, yavaş-yavaş böyüyüm, oradan bir müştəri, buradan bir müştəri və hədəfim odur ki, bazarın müəyyən bir dönəmdən sonra 10%-ni tutum. Belə bir minimalist mövqedən çıxış edirsinizsə, bu dəstəkləyici innovasiyadır. Yəni yavaş-yavaş gedirsiniz. Bir də disruptive, yəni dağıdıcı innovasiya var. Nədir? Deyirsiniz ki, mən heç kimin olmadığı bazara girəcəm və burada innovativ həllimlə qan eləyəcəm. Bu artıq bütün alt-üst eləmək demək hər şey. Кейslər deyə bilərik. Məsələn, Qırmızı Okean, daha doğrusu bu, Ford misalı. Ford nə edir? Yenilik gətirir, Mavi Okean məntiqi ilə. 1908-ci ildə hər kəs at arabası sürərkən bu çıxır, deyir ki, Henry Ford, mən artıq atla rəqabət aparacaq avtomobil istehsal edəcəm. Henry Forddan qabaq avtomobil istehsal edən var idi? Var idi, nə qədər desəz. Amma adam deyir ki, qiymət münasib deyil. T modellərini istehsal etməyə başlayırlar. Model yenidir, at arabası deyil, avtomobildir, qiyməti münasibdir. Bayaq dediyimiz dəyər innovasiyasını burada tətbiq edib. Və nəticədə nə olur? 1908-ci ildə bazarın 9%-ni, 21-ci ildə 61%-ni Henry Ford ələ keçirir. Ford markası olaraq. Bir innovativ həllə. Netflix misalını çəkə bilərik. Netflix nə edir? Əvvəllər mağazalarla rəqabət aparırdı fəaliyyətə başladığı zaman. Nə edirdi Netflix? Mağazadakı qəşəng, başa düşdüm. Mağazadakı diskləri poçtdan evə göndərirdi, sonradan string eləməyə başladı. Yəni rəqabətdə idi Mavi Okeanda. Birinci Qırmızı Okeanda idi, rəqabət aparırdı mağaza ilə. Oradakı diski evinizə çatdırırdı. Sonra dedi ki, bu nə qəşəng edirəm, mən özüm başı platforma yaradacağam. Yenilik yaratdı və Qırmızı Okeana keçdi. Belə keyslər çoxdur. IKEA, Airbnb və gələk Qırmızı Okean misallarına. Qırmızı Okean bildiyiniz KFC, McDonald's-dır, WhatsApp-dır, Telegram'dır, Pepsi-dir, Cola-dır. Yəni bunlar nə edir? Marketinqlə bir-birinə rəqabət aparırlar. Bu Qırmızı Okeandır. Yəni eyni marka, eyni güc, rəqabət eynidir. Tamam. Bir də balaca bir şey əlavə eləyim. Bənövşəyi bazar deyə bir anlayış var. Bənövşəyi marketinq nədir? Siz Qırmızı Okeandasınız, rəqabətdəsiz, amma deyirsiniz ki, mən bundan yetinmirəm. Mən həm də innovativ həllərlə yeni bazara çıxış edəcəm. Bu da olur bənövşəyi bazar. Təşəkkürlər. Təşəkkür edirəm. Çox sağ olun. Təşəkkürlər. Çıxışların ikinci hissəsində çox istərdik ki, bunlarla bağlı sizin də öz mavi və yaxud da qırmızı okeanla bağlı olan daha təcrübə əsaslı bir misalları da paylaşa bilsəniz, bizim üçün çox da maraqlı olar. Ekstra bir gözləntimiz var sizdən onunla bağlı. Məmnuniyyətlə. Azərbaycan reallığına uyğunlaşdırılmış. Çünki WhatsApp belə Telegram bizə həmişə yaxşı göstərir, amma o deyir, 2 nəfər dost oturanda həmişə milyonlar danışırlar. Ciblərində amma 100 manat pullar var. Yəni biz də WhatsApp, Telegram yaxşı səslənir, amma biz reallıqlarımız var, Azərbaycan reallığı. Ona görə istədik ondan bir misal Şəms bəy, bir dənə sürətli deyim. Azərbaycan reallığı 95%, 99% mənə qalsa Qırmızı Okeandır. Çünki Qırmızı Okeanın başqa bir riski var. Bu nədir? Təqlid edilmə.
Biz innovativ bir hələ bu gün çıxardıq, onu təqlid edirlər. Qəşəng bir baxırsınız ki, startap çıxıb, 3 gün sonra onu təqlid edirlər. Bəli, elə sizin danışığınızı siz danışa-danışa mən bu AI-yə atdım. Dedim ki, bəs bizim dəyərli spikerimiz belə bir söz deyir. Ona nə sual versək daha maraqlı ola bilər. O da tamamilə bu sualı verdi mənə. Dedi ki, spikerdən soruşur hələ bu sürətli texnologiyanın dövründə, sürətli imitasiyaların daha sürətli baş verən bir halda bu Mavi Okean strategiyası nə qədər davamlı ola bilər, nə qədər o siz demişdiniz sustainable ola bilər ki, bu gün ediləni səhərsi günü hamımız çox qəşəng kopyalaya bilirik. Yəni bu Bəli. təkcə texnoloji deyil, artıq bu binada olsun, evdə olsun, hər hansısa bir eləməsə belə eləmiş kimi göstərə biləcək qədər əlimizdə resurslar var. Eləməsə belə danışa biləcəyimiz qədər resurslarımız var. Yəni bu belə bir sual verdi. Bunu sual-cavab hissəsində mən birinci sual kimi bunu qəbul eləyin. Biz növbəti spikerə keçək.